Hörmətli izləyicilər, Əsas Sualın canlı yayımında xoş gördük. Bugünkü verilişimizdə Azərbaycanın sosial-iqtisadi mənzərəsini, xüsusən aqrar sektordakı durumu müzakirə edəcəyik. Bu ilin 9 ayındakı mənzərəyə diqqət edəcəyik. Daha sonra qarşıdakı perspektivi müzakirə edəcəyik. Azərbaycan dövlət büdcəsindən gələn aqrar sektora, kənd təsərrüfatı sahəsinə hansı vəsaitlər ayrılacaq? Bu ilki ilə müqayisədə artım var, azalma var. Bu haqda danışacağıq. Eyni zamanda Azərbaycan əhalisini çox ciddi şəkildə narahat edən, heyvanlar arasında yayılmış kütləvi dabaq xəstəliyinin yaratdığı vəziyyətlə bağlı müzakirəmiz olacaq. Məlumdur ki, artıq rayonlarda çoxlu sayda mal-qara tələf olur. Aidiyyatı qurumların gecikən reaksiyası belə bir vəziyyət yaradıb və artıq insanlar arasında da bu xəstəliyə yoluxma hallarının olduğu barədə məlumatlar var. Bir çox bölgələrdə, xüsusən Bakı şəhərinin bəzi ərazilərində ət satışında xeyli azalma var. İnsanlar ehtiyat edirlər ki, yəni virusa yoluxmuş heyvanların kəsilən heyvanların ətindən istifadə onların həyatına təhlükə yarada bilər. Aidiyyatı qurumların reaksiyası isə hələ də biz ictimaiyyəti məlumatlandırmaq səviyyəsində deyil. Bu haqda söhbətimiz olacaq ki, nə etmək lazımdır? Bundan sonra aidiyyatı qurumların qarşısında hansı vəzifələr var. Qonağımız tanınmış mütəxəssis, iqtisadçı Vahid Məhərrəmlidir. Verilişimizi bəyənin paylaşım başlayırıq. Vahid xanım, xoş gördük. Təşəkkür edirəm. Yanınıza qatıldınız. İlkin bəy, xoş gördük. Sizi də xoş gördük. Bizi izləyən dostları da xoş gördük. Hər birinin axşamı xeyir olsun və hər birindən də xahişim odur ki, verilişi bəyənsinlər və paylaşsınlar. Minnətdaram Vahid müəllim. Əvvəlcə mən istəyirəm 9 ay mənzərəsinə baxaq. Çünki birinci keçəni müzakirə edək, sonra gələcək. Bu günə baxaq, sonra gələcək haqqında danışaq. 9 ayda Azərbaycan kənd təsərrüfatında, aqrar sektorda vəziyyət necə olur? Təşəkkür edirəm bir daha Elçin bəy. 9 ayda çox təəssüflər olsun ki, yenə kənd təsərrüfatında nisbətən artım göstərilsə də, amma bu real göstərici deyil. Təsəvvür edin, 0,1% artım var 9 ayda. Artım xətrinə yazılır. Tamamilə doğru. Elə rəqəmə baxanda adam o dəqiqə düşünür ki, bunu yazırsan heç olmasa 0,9 yaz heç olmasa da onsuz da şişirdirsən və bunun şişirtmə olduğunu indi biz sübut edəcəyik. Nəyə görə? Deməli, bu rəqəmi əldə ediblər də. Bitkiçilikdə azalma göstərirlər 0,7%, heyvandarlıqda 1,1% artım göstərirlər. Amma heyvandarlıqda bu artım ölkəyə idxal olunan diri heyvanların hesabınadır. Bu il keçən ilə nisbətən 75 milyon dollar dəyərində daha çox diri heyvanlar gətirir. Ümumi həcm nə qədərdir? Ümumi 130 milyon 500 min dollardır. Təsəvvür edin, 130 milyon 500 min dollar. Bu böyük rəqəmdir, bu çox böyük rəqəmdir. Azərbaycan kimi kiçik bir ölkə üçün bu qədər yalnız kəsim üçün diri heyvan gətirilirsə, bu o deməkdir ki, Azərbaycanda ət istehsalı artıq kəskin şəkildə aşağı düşür. Və bunu indi idxal hesabına bəli. Bu səbəbdən də ölkəyə diri heyvanların idxalı artıb. Onu da qeyd edim ki, təsəvvür edin, qonşu Gürcüstan Azərbaycandan 3 dəfə kiçik olan ərazi baxımından, 2,5 dəfə də əhali baxımından kiçik olan Gürcüstan Azərbaycana 30 milyon dollar dəyərində deməli həm ət, həm də diri heyvanlar ixrac edir. Bunun 22 milyon dollar dəyərində deməli ətdir, 5 milyon dollar dəyərində iri buynuzlu heyvanlardır, 2,5 milyon dollar dəyərində də xırda buynuzlu heyvanlardır. Yeri gəlmişəm, bu Gürcüstanda bu əti istehsal edənlərin əksəriyyət Azərbaycanlılardır. Bəli. Yaşayan Azərbaycan. Amma onlar başqa ölkədə yaşayır. Tamamilə doğru. Fərq görün də, sərhəddin bu tərəfindən o tərəfi. Deməli, bəziləri indi mən görürəm, son vaxtlar çıxış edib də deyirlər ki, Azərbaycanda güya çobanlıqla məşğul olmaq istəyən gənclər yoxdur. Bunu deyən o adamlardır ki, özləri şəhərdə böyüyüb. İndi iqtisadçı ekspert kimi çıxış edirlər, şəhərdə böyüyüb. Bu kənddən anlayışı yoxdur. Adam anlamır ki, kənddə artıq heyvan otarmaq üçün yer yoxdur. Yer olsa, kənddə kifayət qədər çox sayılı gənclər də var, yaşlı adamlar da var, orta nəsil də var. Bunların hamısı istəyir ki, kənddə heyvan saxlasın,
heyvan saxlayanda həm özü istehlak edəcək, həm də ət satacaq. İndi təsəvvür edin, Azərbaycanda mal əti 17 manat 50 qəpik, qoyun əti 20 manat 22 manat, quzu əti 30 manata yaxındır. Belə bir halda niyə kəndli məsəl üçün heyvandarlıqla məşğul olmaz? 30 manata yaxındır. Bəli, quzu əti 30 manata yaxındır. Qadağa qoydular ki, qiymət artsın. Qadağa nəyə görə qoydular? Qadağa qoyulanda mütləq... Artıq Türkiyə qiymətlərinə çıxmışıq. Bəli, bəli, təəssüf ki, belədir. Deməli, mən bunu ona gətirirəm ki, əgər qiymət qalxıbsa, təsəvvür edin də, Azərbaycanda bu qiymətə, deyək ki, dediyim kimi 17 manat 50 qəpiyə iri buynuzlu heyvan ətidirsə, 20 manata qoyun ətidirsə, 20-22 manata, 30 manata quzu ətidirsə, niyə bunun istehsalıyla bizimkilər məşğul olmasın? Şərait yoxdur. Şəraiti bilsiniz nətər eləyiblər? Tam məhdudlaşdırıblar. Bələdiyyə torpaq verilmişdi bələdiyyələrə ki, həmin torpaqlardan kənddə yaşayan əhali istifadə eləsin. Yəni, örüş sahəsi kimi, təbii biçənək ərazisi kimi. Bu bələdiyyələr neynədir? Əslində, bələdiyyələrin icazəsi yox idi o torpağı kiməsə verə, onlara bələdiyyənin özlərinə də ayrıca torpaq verilmişdi. O torpağı nəzarət eləmək üçün verilmişdi ki, burada deməli, bələdiyyə o örüş sahələrini nəzarət eləməlidir. Bunlar da nə etdi? Bunlar da o Rusiyada pul qazanan, nə bundan sonra məmurların yaxın qohumlarına əlaqəyə girdilər, o torpaqları verdilər onlara. Yəni, orada da başqa fəaliyyətlə məşğullar. İndi də insanlar heyvan saxlamağa yer yoxdur. İndi siz də gənc, lap cavan vaxtı görmüsünüz ki, nə qədər, məsəl üçün, mən yadıma gəlir 70-ci ilin əvvəllərində, 69-70-ci ilin əvvəllərində bizim kənddən, o vaxt bizim kəndin 3000 əhalisi var idi. Bizim kənddən 2 qoyun sürüsü çıxırdı, 2 mal naxırı çıxırdı. Bundan əlavə, kolxozun özünün deməli, bir neçə mal naxırı var idi və qoyun sürüsü var idi. Təsəvvür edin, indi orada heç 100 qoyun tapmaq olmaz. O boyda kənddə 100 qoyun tapmaq olmaz. Nəyə görədir? Ona görə ki, kəndin ətrafı tamamilə mənimsənilib. Örüş sahələri mənimsənilib. Yəni, bu səbəbdəndir. Bunun üstündə biraz da dayana bilərik. Sonra biz deyərik, digər sahələrdə necədir? Yəni, bu heyvandarlıqla bağlı. Əvvəlcə digər sahələrə baxaq. Sonra, çünki heyvandarlıqla bağlı bizim əsas mövzumuz var. Çünki bu sahədə hazırda bir xaotik durum var. Təəssüf ki, bu il deməli, artıq yekun vurmaq olar həm də ilə, yalnız 9 aya yox həm də ilə. Bəzi məhsulların istehsalında azalma var. Xüsusən, deməli, strateji əhəmiyyət kəsb edən taxıl istehsalı keçən ilə nisbətən 100 min ton azalıb. Keçən il 1 milyon 680 min ton idi. Bu il 1 milyon 580 min tondur. Bu necə yəni, ölçürlər? Çox maraqlıdır. İndi bunların kombaynları var. Yəni, o kombaynlar məlumatı verir. Taxılı. Bəli, bəli. O kombaynlar məlumat ötürür. Yəni, bu yolla sonra artıq sahibkarlar özləri də məlumatı verir. Bildiyiniz kimi istehsala görə vergi ödəmədikləri üçün çalışırlar ki, bu deməli bir üsuldur da, digər üsul da var. Bu da yuxarıdan verilən deyək ki, rəqəmlərdir ki, yuxarıdan deyirlər ki, bu il bu qədər göstərək. Bilirlər istehsalda azalma olduğunu. 5 rayon bunlarda nümunə üçün var, fərqli regionlarda. Oradan rəqəmləri toplayırlar. Ümumi ölkə üzrə də onu tətbiq edirlər o rəqəmi. Yəni, təxmini demək olar ki, indi son vaxtlar çalışırlar ki, reallığa yaxın olsun rəqəmlər. Baxmayaraq ki, indi məsəl üçün 3 milyon 100 min ton taxıl istehsalı göstəriblər. Ümumi ölkə üzrə. Burada da bilirsiniz, sual yaranır. Yaxşı, bu qədər taxıl istehsal olunubsa, Azərbaycan özünün də tələbatını, buğduya olan tələbatını ixal hesabına ödəyirsə, digər tərəfdən ölkəyə həm də arpa ixal olunur, qarğıdalı ixal olunur, digər taxıl məhsulları ixal olunur, sonra un ixal olunur. Yəni, belə götürəndə biz demək olar ki, ərzaqlıq buğdanı ixal edirik. Bir tərəfdən də un ixal edirik, un məmulatları ixal edirik. Yəni, biz özümüzü ixal hesabına təmin edirik. Yaxşı, bu 3 milyon 100 min ton
Deməli, bu heyvandarlıqda istifadə olunmalı. Əgər biz heyvandarlıqda bu qədər buğdadan istifadə edərdiksə, bizim indi deməli, il ərzində ət istehsalımız milyon tona yaxınlaşmalı idi. Təbii ki. Yəni, biz bilirik də, məsəl üçün 1 kiloqram ət əldə etmək üçün nə qədər buğdadan istifadə olunur. Onun ölçüsü var. Və ot istehsalında da göstərirlər. Baxmayaraq ki, tələbatdan 3 dəfə azdır ot. Sonra ümumiyyətlə bu statistik rəqəmlərə nəzər yetirəndə, bir də real vəziyyəti nəzərə alanda biraz statistikada belə şişirtmələr var. Və onu da deyim ki, indi bu il keçənlə nisbətən 100 min ton azalıb da. Təsəvvür edin, 2019-cu ildə Azərbaycanda statistika buğda istehsalını 2 milyon 180 min ton göstərmişdi. 2 milyon 180 min ton. 500 min ton təxminən azalma var. 600 min ton. 600 min ton azalma var. Rəsmi belədir. Bəli, rəsmi rəqəmləri götürsək, son 6 ildə 600 min ton azalma var. İndi belə ortalama götürsək, hər il 100 min ton azalma görüldü. Və 2022-ci ildə ölkə başçısının sərəncamı var idi. Bu ərzaq buğdasının istehsalının deyək ki, artımıyla bağlı. Və orada dövlət büdcəsindən vəsait ayrılması nəzərdə tutulurdu və ayrılmışdı da. İndi çox qəribədir. Bir yandan bu buğda istehsalından bağlı sərəncamlar verilir, ondan sonra pul ayrılır, belə müəyyən güya işlər görülür. Amma əvvəl belə bir tendensiya vardı, elə bir əkilən torpaqlara görə verilən subsidiyanı mənimsəmək üçün hər rayonda əkilən torpaq sahələrinin böyük olduğunu, geniş olduğunu şişirdirdi. Xüsusən bu taxıl əkinlərindən bağlı, çünki orada subsidiya daha əhəmiyyətli subsidiya verilir. Yəni indi onun qarşısı alınıb, yoxsa necədir? Deməli, 2 etap oldu da. Birinci etapda 2009-cu ilə kimi, 2009-cu ildə elə bizim də köməyimizlə bu ifşa etdik. 2009-cu ilə qədər ifşa etdik. Yəni 2007-ci ildə başladılar deməli bu sahəyə subsidiya ayırmağa. Biz də dedik ki, bu subsidiya mənimsənilir, gedib çatmır kəndliyə. Bunu hansı yolla? 80 milyon manat xatırlayıram bu vaxt. Bəli, bəli. İlk etapda 80 milyon, bəli. Deməli, biz konkret rayonlarla, konkret rəqəmlərlə göstərdik ki, deməli, ərazini böyük göstərirlər. Hətta bir rayon, təsəvvür edin, mövcud olan torpaq ərazisindən çox göstərmişdi. Təsəvvür edin. Yəni, pul olan yerdə bunların da baş işləmir də. Çalışırlar ki, daha çox. Sesli 101% nəticə göstərəmir. Tamamilə doğru. Bəli, bəli. Deməli, biz bunu deyəndən sonra əvvəllər irad tuturdular ki, yox, hər şey qaydasındadır, bax, istehsal da artıb, falan da artıb. Mən deyirdim ki, yaxşı, bu qədər sahədə əkirsən, niyə istehsal artmır? Sonra başladılar bunlar statistik rəqəmi də şişirtməyə. Birdən-birə biz deyəndən sonra ciddi yoxlama aparıldı və aşkar olundu ki, həqiqətən də bu subsidiya gedib kəndliyə çatmır və həqiqətən də rəqəmləri şişirdiblər. Axı biz onu təqdim etmişdik mətbuata, biz hökumətə yox, mətbuata təqdim etmişdik. Onlar da oradan oxumuş. Və bununla bağlı bir, səhv etmirəmsə, Maliyyə Nazirinin bir arayış hazırladı. Bu əvvəl ictimailəşdirdilər, ondan sonra gizlətdilər. Onlar ictimailəşdirəndən sonra ölkə başçısı da çıxış elədi, dedi ki, biz ayırdığımız subsidiya mənimsənilir məmurlar tərəfindən, yəni rəqəmlər şişirilir və əgər 2009-2010-cu ilin statistikasına baxsanız, görəcəksiniz ki, birdən-birə həm əkin əraziləri azalıb, həm də istehsal azalıb. İndi 2019-cu ildə artıq bilirsiniz, bu biri var əkinə görə subsidiya verilir, biri də var əldə olunan məhsula görə. Əldə olunan məhsula görə verilsəydi, o rəqəm şişirdilsəydi, bu başa düşülən idi. Amma əkin sahəsinə, buğdaya əkin sahəsinə görə. Onu da deyim ki, biz dəfələrlə bununla bağlı bir hökumətə bir konkret təklif vermişdik, hesablamışdıq Kənd Təsərrüfatı Nazirliyinə, sonra deməli İqtisadiyyat Nazirinə ki,
bütün sahələrdə yalnız və yalnız əmtəlik məhsula görə verilməlidir subsidiya. Yəni bunun doğru vurğulayırsınız. Bax indi bizdə mən onu anormallıq kimi qəbul edirəm ki, əkin subsidiyasını məhsul çıxandan sonra ala bilir. Bildiyimə görə, yəni bu fermerlər, əkinlə məşğul olan şəxslər subsidiya şəklində verilən dərman preparatlarıdır, gübrələrdir. Bunların qiymətində astronomik bir artım var. Məsəl üçün gübrənin qiyməti Amnafos gübrəsinin qiyməti 2 il əvvəl 40 manat idi. Keçən il 60 manat idi. Bu il də 80 manat. Bir çox o kimyəvi preparatlar onların da qiyməti qalxıb, həm də onlar yoxdur. Yəni hazırda subsidiya şəklində gedib almalıdır. Hamısına deyirlər ki, yoxdur. Bax bu da narazılıq yaradır, qeyri-müəyyənlik yaradır. Çünki indi bu payız mövsümündə əkin plan, yəni bir çox əlində bunun vəsait olmalıdır, gübrə olmalıdır və s. Bizə də şikayətlər gəlir. Mənə də şikayət. İzah edirsiniz. Elçin müəllim, bununla bağlı bizim konkret təklifimiz oldu. Həqiqətən də ciddi narazılıqlar var. Birincisi, bilsiniz, etibar eləməlidir hökumət fermerə, kəndliyə. Etibar eləməlidir. Əvvəlcədən verməlidir. Əvvəlcədən deyə bilər ki, mən nə bilim ki, o nə qədər sahədə buğda əkəcək. Əvvəlki ilin məlumatı əsas götürülərək kəndliyə, fermerə əkindən qabaq nə qədər subsidiya yəni hesablanır, mütləq verilməlidir. Əvvəlki ilin göstəricisi nəzərə alaraq. Onda problem olmayacaq. Və subsidiya verilən zaman şərt qoyulmamalıdır ki, sən bunun bu 75%-nə mütləq gübrə almalısan və yaxud da nəsə almalısan. Tam verməlidir. Kəndli özü bilər, fermer özü bilər. Ola bilsin o üzvü gübrə alacaq, mineral gübrə almayacaq. Ola bilsin o mineral gübrəni hardansa özü əldə edəcək. Ola bilsin indi digər variantlar var da. Bəlkə də siz təklif edirsiniz ki, pul şəklində verilsin subsidiya. Mütləq pul şəklində verilməlidir. Mütləq. Dünyanın heç bir ölkəsində yoxdur ki, sən bu qədər pul verirəm, bunu alacaqsan. Və o kimdən alacaq? Təsəvvür edin, bir müddət əvvəl xüsusi adamlar var idi. Onlar gedib gətirirdi və dəfələrlə demişik. Gətirilən gübrənin, o kəndlilərə verilən gübrənin keyfiyyəti aşağı idi. Yəni 2 dəfə aşağı idi. Yəni bizim kəndlilər də ondan istifadə edir. Nəticədə məhsuldarlıq artmır, düşür. Nəyə görə düşür? Ona görə ki, onun tərkibində elə maddələr var ki, yəni yad elementlərdir. Yəni monopoliya da belə deyil. Monopoliya, bəli, bunlar monopoliyanı stimullaşdırmaq məqsədi ilə təsəvvür edin. İndi kiminsə monopoliyasındadır da, deyib ki, bu pulu oradan ayıracağıq, onu da mənim qohumum gedib oradan gübrəni gətirəcək və vadar edəcəyik biz o kəndlini ki, o ondan alsın gübrəni. Bu düzgün deyil. Seçim verilməlidir. İstənilən halda, bilirsiniz, bu bazar iqtisadiyyatın o üstün cəhətləri nədir? Seçim imkanı. Bu Sovet hökumətinin o yaratdığı təsərrüfat deyil ki, yuxarıdan mərkəzləşmiş qaydada gəlsin və o təsərrüfatlar da məcburiyyət qarşısında qalıb ondan istifadə eləsin. İndi bu adamlar müstəqil olmalıdır, azad olmalıdır sahibkar. O özü qərar qəbul etməlidir. Hardan almalıdır, necə almalıdır? Əgər gedib keyfiyyətsizini alacaqsa, o deməli məhsuldarlığı düşəcək, onun qazancı azalacaq və o gələcəkdə o işlə məşğul olmayacaq. Yox, əgər keyfiyyətli məhsul alarsa, keyfiyyətli gübrə alarsa, əlbəttə məhsuldarlıq artacaq. Yəni ona seçim verilmir. Amma o məsəl üçün qiymət niyə artır? Monopoliya sonunda qiymət də özləri diktə edir də, yəni belə deyək. Bu ümumiyyətlə bu işlə məşğul olanların hamısı bir adama bağlıdır. Məsəl üçün, ola bilsin bazarda bir neçə gübrə satanlar var. Amma bunlar hamısı bir xəttdə işləyirlər. Ölkədə monopoliya çoxdan var, bütün sahələrdə var. Yəni, ölkəyə nə gətirilirsə, onların monopolisti var. Ona görə də qiymət hamı birdən artırır. Bizdə bədbəxtçilik var da, belə deyək. Tamamilə doğru. Onlar öz aralarında indi bilirlər də. Məsəl üçün, hətta bir dəfə o Nazim Bəydəmirli yadımıza gəlir də, gedib un gətirmək istədi. Allah qapısını açsın. Allah qapısını açsın. Və gəldi, burada dedilər ki, sən bilirsən, sən yaxşı olansan, biz tanıyırıq səni. Amma onunla məşğul olan ciddi məmur var. Gedib onun bığının altından keçməlisən.
Bunu sonra gətir. Biz sənə heç nə deyə bilmərik. Yəni sistem odur. Fatma, bu digər sahələrə də baxaq. Digər sahələrdə bizim bu il deməli indi bir sıra sahələrdə xüsusən məsəl üçün çay istehsalımız azalıb. İndi onu da deyim ki, siz indi baxsanız, internetdə axtarsanız görəcəksiniz ki, bunlar 9 ayın konkret o istehsal göstəricilərini göstərmir. Gizlədirlər, açmırlar. Nəyə görə? Ona görə ki, bunlar elan edir də 1,1% heyvandarlıqda artım, 0,7% bitkiçilikdə azalma. İndi bunu göstərməlidirlər. Hansı sahədə azalma var, hansı sahədə artım var. Bunu indi düzüb qoşacaqlar. Sonradan ola bilsin açıqladılar, sonradan. Amma artıq ortada olmalı idi. Yəni istehsal olunan çay var. Yəni bizim istehlak etdiyimiz çaylar, 5-6 növdə çaylar var. Yəni buradan mən onu öz istehlakçı kimi deyirəm ki, tamamilə keyfiyyətsiz, yararsız. O xaricdən gələndir. Bəli, bunu amma Azərbaycan məhsul adına satılır. Azərbaycan məhsul adına qablaşdırırlar. Azərbaycan orada da elədir. Bilirsiniz, indi bizim çay emalına baxsaq, görəcəyik ki, orada daha çoxdur. Amma yaşıl çay istehsalını təsəvvür edin. Yəni yaşıl çay bilirsiniz də, o rəngi yaşıl yox, ümumiyyətlə qurumamış. İstehsal, bu plantasiyadan ki yığılır. Hələ 1000 tona çatdıra bilməmişik. Təsəvvür eləyin. Halbuki vaxtilə 35-40 min ton Azərbaycan yaşıl çay istehsal edirdi. Və Azərbaycanda dövlət proqramı qəbul edilib ki, 2027-ci ilə 8 min tona çatdırılacaq. 2027-ci Bu ilə. ildə hələ 1000 tona çatmıyor. Deməli, 7 il keçib bu çayçılığın inkişafıyla bağlı ki, qanun qəbul ediblər. Bunlar qəbul edəndə 1000 ton idi. İndi 900 tondur. Proqram əksinə işləyir. Bəli. Bunların bütün proqramı elədi. Digər bir proqramda bu il artıq yekunlaşıb, deməli, baramaçılıqla bağlı. Baramaçılıqla bağlı da bunlar, deməli, birincisi yekunlaşıb. Bundan sonra barama yoxdur ki, barama çoxdan yekunlaşıb. Deməli, həm o dövlət proqramlarının müddəti bitib. 2025-ci ildə bunlar 6000 ton barama istehsalı öhdəliyi götürmüşlər. Proqramda qeyd etmişlər ki, 2025-ci ildə 6000 tona çatdıracaq. Deməli, bu il istehsal olunub 186 ton 600 kiloqram. 186 ton 600 kiloqram. 30 dəfə təxminən. Bəli, 30 dəfə nəzərdə tutulandan az, keçən ilkindən də 22% az. Yəni, bilirsiniz, burada da indi... Yaxşı olar ki, onda heç bir sahə üzrə proqram qəbul olunmasın. Bax, elə iş orasındadır ki, proqram qəbul edilməyəndə iş qaydasında gedir. Elə ki, bunlar proqram qəbul elədi, o sahə batır. Onda o vəsait də ayrılır yəqin ki, proqram üçün. Əlbəttə, proqramı elə belədən qəbul etmirlər. Orada küllü miqdarda vəsait ayrılır, o sahəyə güya. Amma gedib bu çatmır fermerlərə. Ümumiyyətlə, bilirsiniz, ya ciddi proqram hazırlanmalıdır, qəbul edilməlidir və o nəzarət edilməlidir. İndi bunlar, bilməm, yadınıza gələr hər halda. Bu heyvandarlığın inkişafıyla bağlı 2019-23-cü il dövlət proqramı qəbul etmişdilər. Yəni ət, süd istehsalının artımı ilə bağlı. Və o proqramı mən oxuyandan sonra gördüm ki, bu proqramda nəzərdə tutulan o tədbirlər ümumiyyətlə o sahəni inkişaf etdirəcək səviyyədə deyil. Boş-boş söz yığmaq. Sizə, bilirsiniz, onu oxusanız deyərdiniz ki, bunu hardasa orta məktəbin ola bilsin şagirdi yazır. Anlayışı olmayan bir adam yazır. Biabırçı bir... Ona görə ət istehsalında vəziyyət. Tamamilə doğru. Cızma qara. Deməli, mən bununla bağlı aslında bizdə bir məqalə yazdım ki, ona yenidən baxın. O proqram deyil. Yenidən baxın. Əgər o sahəni istəyirsiniz, həqiqətən də inkişaf etdirmək, yenidən baxın. Deməli, onlar o proqramı gizlədilər, çıxartdılar saytdan, gizlədilər və bir neçə saytlarda məqalə yazdırdılar ki, Vahid Məhərrəmov özündən uydurur, elə bir proqram yoxdur, hələ də qalıb. Bəzi saytda hələ də qalıb o. Onu yazan da, indi siz axtarış versəniz görəcəksiniz, hələ qalıb. Özündən uydurur, rəqəmləri özündən uydurur, güya özümdən uydurmuşam. Nə yaxşı ki, mən skrinləmişdim bunların o proqramlarını. Digər tərəfdən, bunlar o proqramı güya regionlarda müzakirə etmişlər və saytlarda da getmişdi ki, o proqram regionlarda müzakirə edilib, yaxşı dəstək qazanıb.
Söhbət yox, sonra biz Kənd Təsərrüfatı Nazirliyinə aslında biz saytı deməli bir sorğu göndərdik ki, o proqram həqiqətən də varmı, yoxmu? Sonra onlar etiraf etdilər ki, bəli, proqram var. Amma artıq deməli Üzə çıxası deyil. elə üzə çıxası da proqram deyildi. Bəlkə də gizlətsələr daha yaxşı idi. Olmadığını desələr ki, bir səhv eləmişik, bilməmişik. İndi təsəvvür edin, niyə bunlar gizlətdilər birdən-birə? Niyə elə bir məqalə getdi? Deməli, özləri də başa düşdü ki, bu boş şeydir, bu proqram deyil. Amma digər sahələrdəki vəziyyətə də baxaq. Meyvəçilik. Yəni, Azərbaycanda xüsusilə yerli sahibkarların ən çox investisiya yatırdığı sahədir. Əvvəl istixanalar çox geniş yayılmışdı, amma indi bu intensiv üsulla yeni bağlar salınması cəlbedici bir fəaliyyət növüdür. Tendensiya nələrdir? Tendensiya tərəvəzdə azalma var, özləri etiraf edirlər. Meyvədə nisbətən artım göstərirlər, belə deyək. İndi yəqin ki, bilirsiniz, ilin sonuna biz biləcəyik, bunlar bəzi aylarda görürsünüz ki, nisbətən azalma göstərir, sonra artım göstərir. Ümumi biz baxanda qiymət artımına, yəni bu il bilirsiniz də keçən ilə nisbətən 8% qiymətlər artıb. Bu da Dövlət Statistika Komitəsinin yaydığı məlumatdır. Yəni biz özümüzdən heç nə uydurmuruq. Bu da ondan xəbər verir ki, özdə daha çox da azalma nədədir? Tərəvəz istehsalındadır. Artım, qiymət artımı tərəvəzdədir. Sonra ət, süd, hətta çörək məmulatlarında qiymətində artım göstərilir. Yumurtanın qiymətində artım göstərilir. İndi baxmayaraq ki, yumurta istehsalında ciddi artım göstərirlər. Onu da mən bilirəm nəyə görədir. Orada bir adam o sahəyə məsul ediblər. O çalışır rəqəmləri artırsın, göstərsin, güya onun fəaliyyəti kimi belə. Bizim idxalımız İdxaldan qabaq ciddi kartof istehsalına bağlı, yəni mövsüm başa kartofda əvvəl azalma göstərirdilər, indi biraz artım göstəriblər. O sahədə xeyli investisiya qoyulur, yeri gəlmiş. Bəli. Biraz artım göstərirlər. Amma mən nəyi müşahidə edirəm? Kartofun keyfiyyəti çox aşağıdır. Mən siz də baxırsınız, çox aşağıdır. Bu ondan xəbər verir ki, bunlar dediyi kimi deyil. Əgər məhsuldarlıq yüksək nəyin hesabına olur? Onun hesabına olur ki, bitki normal inkişaf edir, məhsul bol olur və keyfiyyəti də yaxşı olur. İndi əgər keyfiyyət elədirsə, bir müddətdən sonra söhbət yox, indi baxacağıq, o özünü göstərəcək. Əgər bizim kartof idxalımız artsa, deməli bunların statistikasında yenə xata var. Onu da deyim ki, bizim ixracımız artıb, kartof ixracımız, bu da nəyin hesabınadır? Bu da faraş kartofun hesabınadır. Daha çox Rusiya satır. Bəli. Daha çox Rusiya gedir. Daha çox faraş kartofun hesabınadır. Burada kəndlilər bildiyimiz kimi marağındadır ki, faraş kartof istehsal edib həm ixrac etsinlər, həm də daxildə nisbətən yüksək qiymətə sata bilirlər. İndi görək də baxaq. Ümumi idxal-ixrac göstəricilərinə baxaq. Yəni, mən ən çox narahat edən məsələ odur ki, Azərbaycan xammal ixracatçısıdır, neft, qaz satır. Bəli. Amma qiymətlər də dünya bazarında kifayət qədər yüksək olur. Buna baxmayaraq, Azərbaycanın ticarətin mənfi saldoya yaxınlaşıb artıq. Keçən il biz cəmi 600 milyon dollar müsbət saldo var idi. Bəli. Və bu gələn il mən gözləyirəm ki, o müsbət saldo aradan qalxacaq. Çünki idxal hədsiz dərəcədə idxal artır. Və elə siz qeyd edəcəksiniz, bu ki, təkcə ət istehlakının böyük bir hissəsini biz Gürcüstan vasitəsilə təmin edirik. Ümumi mənzərə necədir idxal-ixracda? Ümumi mənzərə bizim yeyinti məhsulları idxalı 125 milyon dəyərində o birbaşa yeyinti məhsullardır. 9 ayda. 9 ayda. Bəli. Artımdan söhbət gedir. Təbii ki. 2,5 milyard dollara yaxın bir illik dövriyyə var da. İllik elədir. İndi bu il 1 milyard 880 milyon dollarlıq artıq idxal etmişik 9 ayda. Söhbət yeyinti məhsullarından gedir. 1 milyard 880 milyon dollar dəyərində. Bu artıq 2,5-i keçəcək. Ona görə ki, 3 ay qabaqda daha çox. Olmuşdu?
Keçən il bu vaxtı 9 ay. 9 ayda 125 milyonu çıxanda 1 milyon 600 Təxminən yarım milyarda yaxın bir artım ola bilər. Yarım o 200 milyarda yaxın, 200 milyon dollara yaxın ilin yekununda gözlənilir. Deməli, burada gəl nəzərə alsaq ki, bu kəsim üçün gətirilən heyvanları da artım nəzərə alsaq, bu 200 milyonu keçir. 200 milyonu keçir. Artıq 200 milyonu keçir. Deməli, bizim də ixracımız artıb. Bu birinci dəfədir ki, bu qədər artıb. 140 milyon dollar dəyərində daha çox meyvə tərəvəz ixrac etmişik. Bu da sevindirici haldır, yaxşı haldır. Çünki bu sahəyə bayaq qeyd elədik ki, çoxlu investisiya qoyulur. Yəni başqa sahələrdə azdır. Amma iş burasındadır ki, bəzi məhsulları biz əvvəlki ilə nisbətən ucuz satmışıq. Yəni elə bilin ki, gəlirimiz əvvəlki qədər olmuyor. Aşağı qiymətə satmışıq. Həcm etibarilə çox satmışıq. Bəli, həcm etibarilə çox satmışıq, amma gəlir baxımından nisbətən azdır. Kartofdur, tomatdır, fındıqdır, almadır, xurmadır, daha çox nardır ixrac etdiyimiz. Bunların da içində dediyim kimi bəzi kartof, tomat olmalıdır, bir də səhv etmirəmsə alma olmalıdır. Bunun qiyməti əvvəlki ilə nisbətən azalıb. Elə digər yayda yetişən mövsüm meyvələrini də, yəni portağal, şaftalı, portağal daha doğrusu şaftalı, sitrus meyvələr. Onların qiymətində yəqin ki, dəyişkənlik var. Nisbətən azalma var. Nisbətən azalma var. Bu da nə ilə bağlıdır? Rusiyada ümumiyyətlə vəziyyət stabil deyil də. İndi son vaxtlar görünür, özdə son vaxtlar artıb. Yəni bu bizim ixracımız. Paradoks odur ki, bizim Rusiya ilə arada münasibətlərimiz soyuqlayanda ixracımız artıb. Nəyə görə mən düşünürəm ki, Rusiya hökuməti xüsusi olaraq görünür göstəriş verib ki, Azərbaycandan gələn məhsullara məhdudiyyət qoymayın. İmkan verin ki, Azərbaycanlılar gətirdikləri məhsulu normal sata bilsinlər. Bu da ola bilər. Ona görə bu siyasətdir. Deməli, bizim əsas müzakirə mövzumuz bu heyvanlar arasında yayılan kütləvi xəstəlikdir, dabaq xəstəliyidir. Mənə də görüntülər göndəriblər və mənim ürəyim ağrıdı heyvanları o vəziyyətdə görəndə. Kütləvi şəkildə tələf olur və bu barədə siz daha əvvəl xəbərdarlıq eləmişdiniz. Bəli, avqustun sonunda. Bəli. Amma mən mətbuatda da rast gəldim ki, bu qədər də ciddiyə almamışdılar. Bəli. Amma indi mövcud vəziyyət nədir və bu vəziyyətin yaranmasında hansı qurumların belə dırnaqarası əməyi var? Təşəkkür edirəm. Həqiqətən də acınacaqlıdır bu sahədə vəziyyət. Bu dabaq xəstəliyinin belə geniş yayılması onu göstərdi ki, ümumiyyətlə kənd təsərrüfatına diqqət yetirilmir və heyvandarlığı ümumiyyətlə başlı başına buraxıblar. Uzun illərdir deyirik ki, kişilər, kadr hazırlayın. Sən, məsəl üçün, indi gətirib kənd təsərrüfatı naziri iqtisadçını qoya bilərsən. Amma sabah o heyvanları müalicə edən iqtisadçı olmayacaq. Onun üçün baytar həkim yetişdirmək lazımdır. Sabah məhsul istehsalını təşkil edən, orada mövcud olan problemləri aradan qaldıran, torpağı münbitləşdirən, deməli, nazir müavini olan o politoloq olmayacaq, ondan sonra hüquqşünas olmayacaq, agronom yetişdirin. Deyirdi, baytar həkimdir, agronomdur, zootexnikdir, bunlar yetişdirilməlidir. Bunlar olmasa kənd təsərrüfatı inkişaf eləməyəcək. Kadr yetişdirmək lazım. Kadr yetişdirilmir və bugün diplomla gələn, deyək ki, bəziləri və yaxud elə diplomsuz ora, bilirsiniz, məsəl üçün o sahəyə məhsul olanlardan biri, baytarlığa məhsul olanlardan biri yüksək vəzifədə, agronomdur. Agronomu sən agronom kimi. Bunlar elə bilir ki, kənd təsərrüfatı mütəxəssisidirsə, agronomu hər yerə qoymaq olar. İndi özləri bilirsiniz, özləri hər yerə qoyulub deyin, özləri. Məsəl üçün, iqtisadçı gətirib onu kənd təsərrüfatı naziri qoyublar. Düşünür ki, indi elə iqtisadçı var ki, məsəl üçün, iqtisadçı agronom var. O ola bilər. O həmin agronom iqtisadçı gedir. Agronom iqtisadçı ola bilər. Amma bu sırf digər sahə ilə məşğul olan iqtisadçının orada nəyi var? Söhbət ondan getmir. Yəni kadr çatışmazlığı bir. İkincisi də məsuliyyətsiz.
İkincisi də funksiyasını bilməmək, Kənd Təsərrüfatı Nazirliyinin öz funksiyasını bilmir. İşinin nədən ibarət olduğunu bilməmək. Müxbir sual verir onlara ki, ölkədə geniş yayılır bu dabaq xəstəliyi, qarşılayıcı tədbirlər görürsünüzmü? Kənd Təsərrüfatı Nazirliyinin sözçüsü deyir ki, o bizim işimiz deyil ki. Deyir, kimin işidir? Deyir, o Qida Təhlükəsizliyi Agentliyinin işidir. Adam bilmir. Sonra müxbir mənə sual verir ki, biri deyir ki, bizim işimiz deyil, o birisi də deyir, bizim işimiz deyil. Bu kimin işidir? Adam bilmir ki, bilirsiniz, Kənd Təsərrüfatı Nazirliyi istehsal prosesində əgər heyvanların arasında xəstəlik yayılırsa, onun işidir. Nəzarət eləmək, vaxtında deyək ki, vaksinasiya, peyvəndləmə aparmaq və nəzarətdə saxlamaq. Bu yalnız heyvanlar yalnız özləri xəstələnmir ki, heyvanlardan həm də insana keçə bilir. Bu bir. İkincisi də heyvan xəstələndi, tələf oldu, ət istehsalı azalacaq, süd istehsalı azalacaq, heyvanların baş sayı azalacaq. Bir məsuliyyət hiss eləməlidirlər bunlar. Bunlar özlərində məsuliyyəti hiss eləmir. Vəzifələri nədən ibarət olduğunu bilmirlər. Bir müddət əvvəl sual vermişlər ki, onlara kərə yağının qiyməti artıb və ölkəyə daha çox kərə yağı idxal olub, bu nə ilə bağlıdır? Deyir, onunla biz məşğul olmuruq, ondan məşğul olan İqtisadiyyat Naziridir. İqtisadiyyat Nazirinə zəng eləyir müxbir və bunu indi bizi eşidirlər də, onlar da bunlar. Deməli, orada da deyirlər ki, biz məşğul olmuruq, bundan Kənd Təsərrüfatı Nazirliyi. Təsəvvür edin. Yəqin adam məşğul olmuruq. Tamamilə doğru. Görünür, ölkədə heç kim bu işdən məşğul olmur. Bu və digər işlərdən məşğul olmur. Zəng eləyir, deyir ki, bazarlarda qiymət artıb, deyir, bazar tənzimləyir. Adam funksiyasını bilmir. Baxın, deməli, ərzaq təhlükəsizliyinin təminatı nədir? Bu bilməlidir. Bununla hansı dövlət qurumu məşğul olur? İlk növbədə Kənd Təsərrüfatı Nazirliyi. Söhbət ərzağın fiziki cəhətdən təminatından gedir. Yəni, adam başına nə qədər ərzaq istehsal etməlidir. Kim təşkil etməlidir? Bunu Kənd Təsərrüfatı Nazirliyi təşkil etməlidir. Bu ərzaq təhlükəsizliyi nə deməkdir? Ərzaq təhlükəsizliyi deməkdir, kifayət qədər, deyək ki, ölkənin tələbatı qədər ərzaq istehsal olunsun. Bir hissəsi də ehtiyat yığılsın. Birdən indi olur da hadisə. Deməli, digər tərəfdən ərzağın qiyməti əhali üçün əlçatan olsun. Baxın, o prinsiplərdən biri odur. Ərzağın keyfiyyəti deməli, standartlara cavab versin. Bu işin hamısı düşür Kənd Təsərrüfatı Nazirliyinin üzərinə. Bunlara da sual verəndə bunlar deyir ki, biz deyilik, başqasıdır. Yəni, öyrəniblər. Yaxşı, adamdan soruşarlar, sən orada əyləşib, gün ərzində və yaxud da bir ayda, bir ildə hansı işdən məşğulsan? Bu adamın indi bu xəstəliyin yayılmasından bağlı insanlarda şübhə yaranır ki, yəni, bazarlarda satılan ətdə, yəni dabağa yoluxmuş insanların ola bilər. Yəni Azərbaycanda bu dırnaqarası praktika geniş yayılıb. Məsələn, bu leş ətlərin satılmasından bağlı. Sovet hökuməti vaxtından bağlı. Bəli. İfşalar elədi. Yəni bu məşhur məsələdir. Yəni mən müşahidə edirəm ki, bəzi yerlərdə ət kəsim məntəqələri, belə deyək, satış məntəqələri bağlanıb. İnsanlarda biraz qorxu yaranıb. Hətta media yazır ki, insanlara da yoluxub. Yəni bu sizin müşahidələriniz nədir bundan bağlı? Ümumiyyətlə bu xəstəliyin mövcudluğunu indi biz bunun dərsini keçmişik də. Mən də təsərrüfatda Rusiyada da işləmişəm, burada da. Bu həqiqətən təhlükəli xəstəlikdir və insana keçir. İndi bəzən görürəm ki, hətta məmurlar, bu haqda məlumatı olmayan məmurlar, dərindən bilməyən, hətta o sahə ilə bağlı olan məmurlar iddia edir ki, elə bir xəstə insana keçmir, amma keçir. Keçir və insanda hərarəti qaldırır, temperaturu qaldırır, sonra baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, bu kimi bunun simptomları var. Ölüm halları indi qeydə alınmır. Bir qrip kimi. Elə bilin ki, bir həftə ərzində qrip kimi keçir. Amma biz bilmirik axı. Bu indi bu mutasiya virusdur. Virus istənilən halda təhlükəli bir formaya keçə bilir. Və hansı insan yoluxar? Əgər insanın immun sistemi zəifdirsə, o temperatur artarsa, nə dərəcədə ona təsir edər? Ölüm halı baş verə bilərmi? Bu hamısı sual altındadır. Bəs o ətlər bazarda monitorinq eləsə, tutaq ki, baytarlıq xidməti, yəni onu aşkar eləmək mümkündür? Məsələn, nümunələr götürülür, laboratoriya şəraitində araşdırılır. Birincisi, ilk növbədə bilsiniz,
bu respublikada bir sistemli bu iş qurulmalıdır. Bu nəzarət sistemi güclü qurulmalıdır. İndi bu geniş yayılanda bunlar qaçıb orada, burada ət axtaracaqlar. Gəlin bundan bir kimlik götürək, aparaq, analiz edək, nə bilim deyək, belə olmalı deyil. Bir primitivlik var bu ölkədə. İndi qida təhlükəsizliyi siz dediyiniz kimi eləyir. Yəni. Qida- Onlar necə nəzarət edirlər? Yəni bax bu tabaq xəstələri ilə bağlı yaranmış vəziyyət. Yəni bu kifayət qədər ciddi bir problemdir. Bəli, bəli. Minlərlə heyvan xəstələrinin tələf olub və yəqin ki, 10 minlərlə, onun bir 10 hissəsi, minlərlə. bəli, onun bir hissəsinin əti də yəqin ki, bazara çıxır. Yəni bu şübhə yoxdur. Şübhə yoxdur ki, Azərbaycanda onun və digər xəstəliyə yoluxmuş heyvanların, ölmüş heyvanların, şikəst olmuş heyvanların ətləri çıxarılır. Bu ölkədə bu uzun müddət davam edir. Gedir, indi bizə zəng elib deyirlər də. Məsəl üçün, bir ölmüş inəyi alırlar 50 manata. Ölmüş inəyi. Kəsib, ona aparıb verirlər sexə. İndi 50 manata təsəvvür edin, 150 kilo əti olan inəkdir, alırlar və yaxud da danadır. O sahibkar, düzdür, gərək onu satmasın, vicdanı gərək onu qəbul etməsin. Amma o düşünür ki, bunu indi harasa apar, qaz basır, nə bilim neyinə, hara cəhənnəm eləyir, eləsin. Yəni, belə ölkədə bir təsərrüfatsızlıq, nəzarətsizlik var. Ona görə də o ət mütləq gedəcək hara? Bazara. Hara ictimai yaşam yektinə, hara sexlərə, o kalbasa sexlərinə. Mütləq gedir. Gedir, onun kim deyir desin, məsələn, nəzarət də mümkün deyil. Ona görə ki, sistemi qura bilməyiblər. Nəzarət sistemini qura bilməyiblər. Bu xəstəliyin yayılmasının səbəbi bizə daxil olan məlumata görə Gürcüstandan siz də qeyd edirsiniz ki, çoxlu sayda diri heyvanlar keçir Azərbaycana, gətirilir, burada kəsilir və o heyvanlardan yoluxub, yayılıb daha doğrusu. Bax, bu necə ola bilər? Sərhəddə yəqin ki, mal-heyvan yoxlanmalıdır, baytar nəzarəti olmalıdır. Bəli. Bax, bu da aidiyyatı hansısa qurumların, yəni nəzarətsizliyindən, məsuliyyətsizliyindən yaranır da belə. Bilirsiniz, indi çox şey deyəcəklər. Ona görə ki, burada cavabdeh şəxsləri axtarıb tapmalıdırlar. O sahəyə cavabdeh olanlar da bir bəhanə gətirəcəklər. Nə bilim, hardan gəldi, necə gəldi. Bir zaman belə bir qayda qanun qəbul edilmişdi ki, əgər ölkəyə diri heyvan gətirilirsə, mütləq Azərbaycandan o sahəyə məhsul olan dövlət qurumunun nümayəndələri gedib həmin ölkədə, həmin təsərrüfatda o mal-qaranın deməli sağlamlıq durumunu yoxlamalıdır. Yerində. Yerdə. Bəli. Bir var, yerli orada o qurumlar ona məsəl üçün arayış verə bilər ki, o heyvanlar sağlamlıq durumunda problem yoxdur. Bir də var bizimkilər, əgər idxal edirsə hardansa, əvvəlcədən o qurumu məlumatlandırmalıdır ki, məsəl üçün biz Qardəbani rayonunda, Gürcüstanın Qardəbani rayonunda 1000 baş xırdabuynuzlu heyvanlar gətirəcəyik. Buradan ora nümayəndə gedir və o nümayəndə orada nümunələr götürür, laboratoriyada yoxlayır, müəyyən edir və əgər xəstəlikdirsə, xəstəlik varsa imtina eləyir, qadağa qoyur. Xəstəlik yoxdursa icazə verir ki, apara bilərsiniz. İndi boş-boş danışacaqlar. Burada bilirsiniz, biz avqustun 21-də bununla bağlı artıq məlumat yayırdıq ki, artıq ölkədə tabaq xəstəliyinin yayılması başlayıb. Və bunun qarşısı dərhal alınmalıdır. 2 aydan çox müddət keçir. Bunun qarşısı dərhal alınmalıdır. O zaman əgər bu işlə məşğul olsaydılar, inandırıram sizi bu qədər tələfat halı baş verməyəcəkdi, bu qədər geniş yayılmayacaqdı, dərhal qarşısı alınacaqdı. Bu xəstəliyi bilirsiniz, əgər vaksin keyfiyyətlidirsə, ondan sonra o işi həyata keçirənlər məsuliyyətlidirsə, indi belə hallar var ki, mənə zəng eləyib deyirlər. Gətirdi, dərmanı atdı da çıxdı, getdi. Sonra digər tərəfdən vaxtında peyvəndləmə aparılmalıdır. İldə 2 dəfə peyvəndləmə aparılmalıdır. Aparılmıyor. Biz elə belədən göydən demirik. Mən mütəxəssislərdən danışıram, əlaqə saxlayıram, ondan sonra fermerlərdən, kəndlilərdən. İndi də yalnız tələfat deyil. Balasalma artıq indi 30 manat olmayacaq quzu əti, qalxacaq 35-ə 40-a. Ona görə ki, çoxsaylı heyvanlar bala atdı.
ondan sonra arıqladı, fiziki cəhətdən zəiflədi, tələfat halları çoxdur. Bilirsiniz, fermerlərin, kəndlilərin xərci artdı, dərmanı gətirir baha qiymətə. Ondan sonra onun özünə də müəyyən qədər pul vermək lazımdır, heyvanların da. Yəni, digər tərəfdən də indi bu xəstəlik üzə çıxdı, amma bunun üzə çıxmayan xəstəliklər var. Üzə çıxmayan, insana keçən xəstəliklər var. Ölkədə, bilirsiniz, sahə buraxılıb başlı başına. Tamam başlı başına. Bir tərəfdən də heyvanları, mən inanmıram ki, Gürcüstanda o xəstəlik yayılsın, ona görə ki, Gürcüstanda yaxşı qidalandırırlar heyvanı. Onların immun sistemi möhkəmdir. Azərbaycanda isə yem yoxdur. Yem yoxdur. Heyvanlar normal qidalananmır. İndi gedək yerlərdə baxaq, görəcəyik ki, arıq, zəif heyvanlardır. İndi şəklini mənə göndərmişdilər heyvanların. Arıq, zəif bir yandan da bu xəstəlik tutub yeriyə bilmir. Ağzı yaradır, yeyə bilmir. Yəni, bunun vaxtında da tədbir görən yoxdur. Bu ölkədə mən hər dəfə deyirəm, nə insan olmaq bir adam istəyir, nə heyvan olmaq istəyir, nə heyvana baxırıq, nə insana baxırıq. Belə bir biganəlik var. Bu da hamısı ondan irəli gəlir ki, sahəyə məsul olanlar öz işini yerinə yetirə bilmir. Mən kənddə heyvan saxlayanları qınaya bilmirəm. Onlar bilmir axı, bilmir. Onlar elə düşünür ki, yəqin ki, keçəcək. Amma buna bizim hökumətin üzərinə düşən vəzifə var. O sahə ilə məşğul olan qurumlar var. Onlar hesabatını verməlidir. Nə tərif başlı-başına, nə vaxt sonuncu dəfə Nazirlər Kabinetində dinlənilib bunlar. Və yaxud da indi də dinlənildi mi? 2 aydan çox müddət keçib. Nazirlər Kabineti ilə xırda işlərlə məşğul olunur. Görünür, hə, bunlar hesab edir ki, ölkə əhalisinin qoyu elə dabağa da tutulsun, ondan sonra digər xəstəliklərə də. Mən çox təşəkkür edirəm sizə. Mən sizə təşəkkür edirəm. Sizin dedikləriniz yəqin ki, biz ümid edirik ən az ki, hökumət qurumlarında eşidənlər var. Heç olmasa harasa çatdırmaq imkanları onların daha çoxdur. İndi düzdür, məmurların çox medianı izləmirlər, verilişlərə baxmırlar. Amma hər halda faydalıdır. Mən təşəkkür edirəm sizə. Mən sizə təşəkkür edirəm. Bizi izləyən dostlara da təşəkkür edirəm. Bir daha paylaşsınlar bizim verilişi. Daha çox adam baxsın. Minnətdaram sizə. Hörmətli izləyicilər, biz tanınmış ekspert Vahid Məhərrəmli ilə bu aqrar sektorda, kənd təsərrüfatı sahəsində, ümumiyyətlə cəmiyyətdə narahat edici problemləri müzakirə elədik. Verilişimizi bəyənin, paylaşın. Minnətdaram.